Salam, bugün bizimle birlikte James Cleary'nin dünyada səs salmış Atom Vərdişləri kitabının dərinliklərinə səyahət edəcəyik. Bu kitab bizə çox sadə bir həqiqəti göstərir. Gözə görünməz, kiçik addımların zamanla necə böyük, hətta inanılmaz nəticələrə yol aça biləcəyini. Gəlin başlayaq. Təsəvvür edin, kitab məhz bu cümlə ilə, bu dramatik hadisə ilə başlayır və bu sadəcə oxucunun diqqətini çəkmək üçün bir fən deyil, yox. Bu, müəllifin bütün fəlsəfəsinin, bütün yanaşmasının təməlini qoyan bir hadisədir. Atom vərdişlərinin əsl gücünü dərk etmək üçün gəlin əvvəlcə müəllifin öz hekayəsinə nəzər salaq. Çünki bu kitab əslində bir faciədən doğan bir müdriklik səyahətidir. Zərbə həqiqətən də dəhşətli dərəcədə güclü olub. Bu adi bir idman zədəsi deyildi, bu həyatla ölüm arasında bir mübarizə idi. Sınıq burun, kəlləsində bir neçə sınıq və ən qorxulusu, beyindəki şişkinlik. Vəziyyət o qədər kritik idi ki, həkimlər onu xilas etmək üçün süni komaya salmaq məcburiyyətində qaldılar. Əlbəttə, onun sağalması bir anın içində baş vermədi. Yəni, bu heç də filmlərdəki kimi bir anda olmadı. Bu, aylar çəkən, çox yavaş və ağrılı bir proses idi. Hər gün atılan kiçik bir addım, bəzən irəli atılan addımdan sonra geriyə getmək, amma məhz bu çətin təcrübə onun gələcəkdə yazacağı kitabın təməl daşını qoydu. Bax, elə kollecdəki bu yavaş-yavaş gedən sağalma dövründə James Clear öz kitabının əsas prinsipini, öz fəlsəfəsinin ürəyini kəşf etdi. Bu, onun üçün əsl dönüş nöqtəsi oldu. Gəlin bir anlıq düşünək, hər gün cəmi 1%, sadəcə 1% daha yaxşı olsanız, nə baş verər? Kənardan baxanda çox kiçik bir rəqəm kimi görünür, elə deyilmi? Məsələn, idman zalında bir dəfə artıq hərəkət etmək ya da hər gün cəmi bir səhifə kitab oxumaq. Bunlar doğrudan da həyatımızı dəyişə bilərmi? Cavab açığı ağlasığmazdır. Riyaziyyat yalan danışmır. Əgər siz bir il boyunca hər gün cəmi 1% daha yaxşı olsanız, ilin sonunda başlanğıcdakı vəziyyətinizdən düz 37 dəfə daha yaxşı olarsınız. Bu, mürəkkəb faizin heyrətamiz gücüdür və bu qanun təkcə pula yox, vərdişlərimizə də aiddir. Amma burada bir problem var. Biz nəticələri dərhal görmürük. Clear bunu gizli potensial platosu və ya daha çox məyusluq vadisi adlandırır. Çox çalışırıq, əziyyət çəkirik, amma sanki heç bir irəliləyiş yoxdur. Qrafikdə də gördüyünüz kimi, biz tam təslim olmaq istəyəndə əsl nəticələr üzə çıxmağa başlayır. Çünki mürəkkəb faizin ən böyük təsiri hər zaman gecikir. Yaxşı, bəs bu məyusluq anını, bu platonu necə aşa bilərik? Clearə görə cavab çox sadədir. Fokusumuzu dəyişməliyik. Yəni, sadəcə nəyə, çatmaq istədiyimizə yox, bunu necə edəcəyimizə diqqət yetirməliyik. Baxın, məqsədlər əladır. Onlar bizə istiqamət verir. Deyək ki, məqsədiniz marafon qaçmaqdır. Amma bütün diqqətinizi ancaq o finiş xəttinə cəmləsəniz, bu əks təsir göstərə bilər. Sistemlər isə o finiş xəttinə çatmaq üçün hər gün atdığınız kiçik addımlardır. Məşqçinin məqsədi çempionluqdur, amma onun sistemi hər gün keçirdiyi məşqlər, qurduğu strategiyalardır. Bu, bəlkə də kitabın ən güclü və yadda qalan cümlələrindən biridir. Problem bizim istəklərimizdə, ambisiyamızda deyil, problem qurduğumuz sistemlərin zəif olmasındadır. Yaxşı sistemlər sizi istər-istəməz yaxşı nəticələrə doğru aparacaq. Amma effektiv sistemlər qurmaq üçün məsələnin daha da dərinliyinə getməliyik. Clear deyir ki, əsl, qalıcı dəyişiklik bizim davranışlarımızdan yox, daxili dünyamızdan, inanclarımızdan başlayır. Clear davranış dəyişikliyini sanki bir soğan kimi 3 təbəqəyə ayırır. Biz adətən dəyişməyə ən üst təbəqədən, yəni nəticələrdən başlayırıq. 10 kilo arıqlanmaq istəyirəm. Sonra orta təbəqəyə, prosesə keçirik. Bundan sonra idman edəcəm. Amma ən dərin, ən vacib təbəqəni, yəni şəxsiyyəti, kim olduğumuza dair inanclarımızı unuduruq. Başqa cür desək, məsələ sadəcə bir kitab oxumaq deyil, məsələ bir kitab sevər olmaqdır. Məqsəd bir dəfə marafon qaçmaq deyil, bir qaçışçı kimliyinə bürünməkdir. Fokus nəticədən kimliyə keçən anda, davranışlarımız da bu yeni kimliyə uyğun şəkildə dəyişməyə başlayır. Baxın, bu fərqi anlamaq üçün möhtəşəm bir nümunə var. Təsəvvür edin, siqareti atmağa çalışan iki insana siqaret təklif edirlər. Biri deyir, yox, çox sağ ol, tərk etməyə çalışıram. Digəri isə qətiyyətlə deyir, yox, mən siqaret çəkmirəm. Birinci cavab hələ köhnə kimliyə bağlıdır, amma ikinci cavab artıq yeni, sağlam bir kimliyin mənimsənildiyini göstərir. Yaxşı, bəs bütün bu gözəl fikirləri, bu nəzəriyyəni real həyatda necə tətbiq edə bilərik?
Sevindirici xəbər budur ki, Clear bizə çox sadə, praktik və asan bir yol xəritəsi təqdim edir. Hər hansı bir vərdiş, istər yaxşı olsun, istər pis, beynimizdə bu 4 mərhələli dövrədən keçir. Birincisi, işarə. Bu, hərəkətə keçmək üçün bir tətikdir. Sonra istək gəlir. Bu, motivasiyanın özüdür. Üçüncüsü, reaksiya, yəni vərdişin özü. Və nəhayət, mükafat. Bu da beynimizlər bu hərəkəti gələcəkdə təkrar etməyi öyrədir. Bax, bu 4 mərhələyə əsaslanaraq, Clear bizə 4 sadə qanun təqdim edir. Yaxşı bir vərdiş formalaşdırmaq istəyirsinizsə, onu görünən, cəlbedici, asan və məmnuniyyətici edin. Pis bir vərdişdən qurtulmaq üçün isə bunun tam tərsinə, onu görünməz, cəlbedici olmayan, çətin və məmnuniyyət verməyən bir hala gətirin. Bu vərdişlərinizi idarə etmək üçün çox sadə, amma inanılmaz dərəcədə güclü bir alətdir. Və sonda, gəlin kitabın əsas mesajını bir daha xatırlayaq. Həyatımızı dəyişəcək o böyük möcüzəvi anları gözləməkdən vaz keçməliyik. Əsl uğur, əsl irəliləyiş, gündəlik atdığımız kiçik, amma ardıcıl addımların nəticəsidir. Və bu təhlilimizi sizi düşünməyə vadar edən bir sualla bitirmək istəyirəm. Bugün, elə indi, daha yaxşı bir sistem qurmaq və ya arzuladığınız kimliyə doğru addım atmaq üçün edə biləcəyiniz o kiçik, bircə faizlik təkmilləşdirmə nədir? Çünki unutmayın, hər şey məhz o kiçik addımdan başlayır.